mexatronika kateqoriyasına qeydiyyatdan çəkdik. Bizim komandamızın adı Mars Team'dir. Mən komandamızın sözçüsü və elektron mühəndisiyəm. Mən dizaynerim. Bizim robotumuz 4 təşərdən ibarətdir və o qolları və təkərləri Tinkercad proqramından düzəld edilmişdir. Robotumuzun körpəsi silazirdə taxta materialından düzəld edilmişdir. Bizim robotumuzun hərəkəti üçün bir ədəd LiPo 11.1 voltluq bateriyadan istifadə edirik. 4 ədəd 12 volt 80 RPM PC motorlardan istifadə edirik. Bir ədəd su sensorundan, ön ədədindəki su sensorundan istifadə edirik. Bir ədəd mikrofon istifadə edirik, hal-hazırda daxilindadır. Bir ədəd də idarə etmək üçün FlySky TM10 idarə edilərindən istifadə edirik. Robotumuzun ön tərəfində su batı yerləşməkdədir. Bunun içinə su əlavə etmək üçün gördüyümüz bu deşdən suyu əlavə edirik. Sonra da robotumuzun arxa hissəsini atırıq. Robotumuzun arxa hissəsində isə elektronikalar yerləşir. İndi isə gedək robotumuza test edək. İndi isə robotumuzun hərəkətini göstərir. Önə hərəkət, arxaya hərəkət, sağa hərəkət, sola hərəkət. İndi isə robotumuz maneələrdən keçir. Suyu söndür. Yağla, gel. Sensor yok lan.